sözün və digərlərinədir ki, Öner Yıldız Türkiyə qarşı Avropa Məhkəməsinin qərarı var. Xahiş edirəm, açın onu oxuyun. Orada yazılır ki, vətəndaş gecəqondu tiksə belə, fasiləsiz, etirazsız. Yəni siz qərar verilir vətəndaşlara ki, həqiqətən burada yaşayırlar, əksəriyyətin pasport qeydiyyatı var. O deməkdir ki, çıxarış yoxdursa, Öner Yıldız Türkiyə qarşı işində Avropa Məhkəməsi deyir ki, vətəndaşın artıq mülkiyyət hüququnu tanımısan. Sən mülkiyyət hüququnu tanımısansa, sökürsənsə, birbaşa, bir mənalı olaraq bunların kompensasiyasını verməlisən. Bizim cənab prezident sağ olsun. Növbəti biz 2008-ci illərdə mən bu işlərdə çox idim. Prezident göstəriş ki, ən azından 1500 manatdan vətəndaşın hər kvadratına kompensasiya verir. Onu da verən yoxdur vətəndaşlara. Niyə? Bəs məhkəmədən hal-hazırda proses nə yerdədir? Onu deyim sizə. Öncə demək Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti vətəndaşlara qarşı demək iyul ayında iddialar verdi Nərimanov rayon məhkəməsinə ki, və həmin iddialara baxanda özləri təsdiq edir ki, vətəndaşdan burada mənzili var, kvadratına qədər yazır, kimlər orada yaşayır, hamısı var burada qərarlarda. Biz məhkəməyə məlumat verəndə etiraz vəsatətlər verdik ki, artıq o yer sökülür, hörmətli məhkəmə. Bunlar iddia verirlər, iş məhkəmədə gedə-gedə gəlib buranın hamısını sökübdülər. Qanun deyir ki, siz gözləməliydiniz. Nərimanov rayon məhkəməsi müvafiq qətnamə qəbul etməli. O qətnamə Ali Məhkəmənin qərarına qədər, yəni qanunu qüvvəyə minəndən sonra müvafiq dövlətin icra qurumları vasitəsilə gəlib sökə bilərdi. Onda bu vətəndaş deyəcək ki, dövlətim haqlısan. Amma etməyibdilər bunu. Hamısı qanunsuz olaraq. Yəni iş məhkəmədə ola-ola vətəndaşları polisin vasitəsilə, hansısa bir vasitələrdən qeyd etdi vətəndaşlar. Deyir, mənim misal üçün polis gəldi apardı, neçə saat saxladı, neçə gün saxladı. Bilirsizmi? Biz nəyin sökülməsinə bu qərarı rədd etdilər olan iddiasını. Amma biz onlara qarşı iddia vermişik. İndi iddia məhkəmədə təyin olunub yanvar ayının 8-dən sonra proseslər başlanır artıq. Yəqin ki, ümid edirik. Ona görə biz prezidentə müraciət edirik. Çünki bəzi vətəndaşlar dedi, buradan icra hakimiyyətinin var, qurumlar çağırır və də qorxu gəlirlər. Gel iddianı geri götür. Bilirsiniz, vətəndaş həm evi sökülüb, çöllərdə qalır, xəstə uşağı ilə tanıdığım insanlar var, balaları xəstədir. O burada sakin var ki, maşında yatır. Yəni evi sökülüb o insan. Bu niyə maşında yatmalıdır? Mən əminəm ki, bizim prezident cənab İlham Əliyev bu işi nəzarətə götürdükdən sonra vətəndaşların hər bir hüququ təmin olunacaq. Bizim istəyimiz budur. Bizim başqa istəyimiz yoxdur. Ən azından vətəndaşın 1500-dən də olsa belə evlərinin pulunu verin, vətəndaş özünə ev alsın, nəzər küçədə qalmasın. Olsun qaz yağdır. Bax bu, deyim, burada